Birinci sual, mitozun hansı fazasında xromosomlar iki xromatidli olur deyir. Deməli, mitozda profazada iki xromatidli olur, amma telofazada bir xromatidli olur. Sonra telofazda bir xromatidli olur. Yalnız profaza deməsi doğru deyil. Yalnız anafaza demək doğru deyil. Çünki anafazda həm bir xromatid, həm də iki xromatid ola bilir. Amma profaza və metafaza mənasında bəli. Burada iki xromatidli olur. Anafazanın əvvəli iki xromatidli, anafazanın sonu isə bir xromatidli olur. Telofazda bir xromatidli olur. Ona görə doğru cavab B variantı olacaqdır. Atmosferdən sakit halda udulan havanın miqdarı N millilitr olarsa, oksigenin miqdarı neçə olar? Ümumiyyətcə bilirsiniz ki, atmosferdən ududuğu havanın miqdarı 500'dür. Bunun da 105'i deməli oksigen olur. Yerdə qalan 395'i isə deməli digər qazların payına düşəcəkdir. Mən də ümumi bunu n kimi götürmüşəmsə, təbii ki, bunu tapmaq üçün 105'i tapmaq üçün n-dən 395 çıxacam. Ona görə doğru cavab A variantı olacaqdır. Üçüncü sual, ifraz etdiyi maddə bədən səthinə açılır. Pi vəzləri tükün soğanağına açılır. Ağız suyu vəzləri ağız boşluğumuza açılır. Qaraciyər nazik bağırsağa açılır. Qalxana bənzər vəzi qana açılır. Tər vəzləri isə bədən səthinə açılır. Ona görə cavab C variantı olaraq götürürük. Refleks qövsündə sinir düyünündən mərkəzə qədər olan hissə sinir düyünü hissi neyronun cismidir. Hissi neyronun cismindən ta ki mərkəzə qədər olan hissə hissi neyronun aksonları olur. Ona görə də doğru cavab kimi buradan 4'te D variantını götürəcəyik. Beşinci sual. Hüceyrənin hansı organoidi sitoplazmadan lipid qatı ilə ayrılmır? Yəni bir sözlə membransız organoiddir demək istəyir. Bu da hüceyrə mərkəzi membransızdır. Cavab D variantı olacaq. Hansı genotipli fərd maksimum 2 növ qamet əmələ gətirər? Bu 1 növ qamet əmələ gətirir. Bu 4 növ qamet əmələ gətirir. Bu da 4 növ qamet əmələ gətirir. Bu da 8 növ qamet əmələ gətirir. Amma C variantı 2 növ qamet əmələ gətirəcəkdir. Yedinci sual, yanlış cavabı müəyyən edin deyir bizə. İnsanın gövdə skeleti hərəkətli birləşmə əmələ gətirir. Bəli, birinci boyun fəqərəsi ilə ənsə hərəkətli birləşmə əmələ gətirir. Yastı sümüklə birləşmə əmələ gətirir. Təbii ki, yastı sümüklə birləşmə əmələ gətirir. Çanaq birləşir, yastı sümükdür. Burada deməli onluğaya birləşdiyi üçün doğru fikirdir. Qurşaq skeleti ilə birləşmə əmələ gətirir. İki dənə köpcü sümüyü, döş sümüyünə və ya da çanaq sümüyü birləşir onluğaya. Bu da doğru fikirdir. Borlu sümüklə birləşmə əmələ gətirir. Xeyr, heç bir borlu sümük gövdə skeleti ilə birləşmir. Borlu sümük, yəni kənar olaraq ətrafların sərbəst hissəsi kənara qurşaq hissəsinə birləşir. Ona görə cavab D variantı götürəcəyik. Gəldik 8-ci suala. 8'də isə görək bizə nə deyəcək? Ektoderma mənşəlidir. Burada ektoderma mənşəli duyğu reseptorları ektoderma mənşəli olur. Ona görə cavab biz buradan deməli B variantını götürəcəyik. 9-cu sual, cədvələ sən X-in xəstə olan olma ehtimalını müəyyən edin. Albinizm resessiv bir əlamətdir. Böyük ya kiçiyə çarpazlaşır. Böyük ya kiçiyə ilə alınır buradan. Böyük A, böyük A, böyük A, kiçik A, böyük A, kiçik A və kiçik A, kiçik A. Deməli, xəstə olmaq ehtimalı 4'te 1'dir. Bir də bunun oğlan olma ehtimalı da 2'də 1'dir. O da bərabərdir 8'də 1'ə. 8'də 1 də təbii ki faizlə götürəndə 12,5%, yəni C variantı olacaqdır. 10'cu sual. Enliyarpaqlı meşə biosenozunun 4-cü yarısında yerləşən bitkilər ekoloji piramidanın neçənci halqasında yerləşər? Fərqi yoxdur. Əgər neçənci yarısda yerləşsə yerləşsin. 4-cü yarısda yerləşsə yenə bitkilərdir. Bitkilər də ekoloji piramidanın ən aşağı qatında yer alırlar. Yəni ən aşağı qatı da dediyimiz, yəni birinci qat deməkdir. Ən aşağı qatda, çünki ekoloji piramidanın ən aşağı qatda bitkilərdir. İstənilən yarısda yerləşən bitkilər onsuz da yenə də birinci qatda yerləşmiş olacaqdır. Uzaq hibridləşmə yolu ilə alınmışdır deyir. Təbii ki biz baxsaq uzaq hibridləşmə yolu ilə alınan Orlov atı uzaq hibridləşmə ilə alınmayıbdı. Mernos uzaq hibridləşmə ilə alınmayıb. Bunlar növ daxili sadəcə ayrı cinslərin çarpazlaşmasındandır. Arxar ümumiyyətcə təbiətdə vəhşidir. Sonra Qarabağ atı uzaq hibridləşmədən alınmayıb, növ daxili çarpazlaşmadan alınıb. Qaytaq isə bəli bu uzaq hibridləşmədən alınmışdır. Süni
biyogensenoz değil. Süni biyogensenoz insan tarafından yaradılanlardır. Şam meşəsi ise süni değil, təbii biyogensenoza aittir. Ona göre cevap burada Y variantını götürəcəyik. Ama pambık tarlasını, alma bağını, taxıl zəmisini, bostanı ise insan özü, insanın deməli əməyi fəaliyyət nəticəsində formalaşmış olan biosenozlardır. Növlərin hansı kriterisi xromosom yığımında olan fərqlərə görə müəyyən edilir? Bunu biz deyəndə təbii ki deyirik ki, burada genetik kriterdən danışırıq. Çünki genetik kriteri növdə xromosom sayına görə müəyyən edilirdi. Doğru cavabımız 13'te, ona görə B variantı olur. Keçək 14-cü suala. Sürünənlərlə məməlilərin arasında keçid forma olduğu güman olunan canlıdır. Ümumiyyətcə Archaeopteryx keçid forma kimi götürmədik. Ichthyostega sürünənlərlə məmələr arasında deyil. Psilofitlər zaten bitkilərə aiddir. Phenacodus atın filogenetik sırasında var. Inostransiyevə isə bəli, bu sürünənlərlə məmələr arasında keçid formadır. Hətta məmələrə oxşayan bəzi xüsusiyyətlər də mövcuddur deyirsiniz. 15-ci suala baxıram. Döş qəfəsində olan sümük sayı insanla eyni olan insana bənzər meymunlar başlanğıc götürüb. Döş qəfəsində olan sümük sayı insanla eyni olan 37 ədəd olan orangutandır. Yani orangutan da hippondu, orangutandı, Driopitek'ti. Bunlar hamısı birlikte parapiteklerden başlangıç götürdüler. Ona göre 15. sualda doğru cevabımız A variantı olacak. 16. sual. Aşağıda qida şəbəkəsinə görə hansı fikir yanlışdır deyir. Baxalım. Vaşaq ikinci dərəcəli konsumentdir. Vaşaq bəli. Dovşan birinci dərəcəli, bu da ikinci dərəcəli konsumentdir. Bu doğru fikirdir. Burada problemimiz yoktur. Siçanların sayının artması dovşanların sayının azalması səbəb ola bilər. Bəli, siçanlar bitkilərlə qidanlar, bitkinin sayı azalsa dovşan da sayı azalar. Bu da doğru fikirdir. Çaqqalların sayının artması produsentlərin sayının azalmasına səbəb ola bilər. Çaqqalların sayı artsa, çaqqal keçini yedi, dovşanı yedi. Beləliklə, keçinin və dovşanın sayı azalsa, bitkinin sayı artacaq. Amma bu isə azalması səbəb ola bilər deyir. Ona görə burada yanlış olaraq verir bizə. Növbət sual. İnsanın qaraciyərinə gələn parasimpatik sinirlər çıxır. Qaraciyərə gələn parasimpatik sinirlər beyin kötüyündən gəlir. Ona görə də doğru cavab burada D variantı götürəcəksiniz. İki cür sümük iliyinə malikdir. İki cür sümük iliyinə malik olan sümüklər uzun borlu sümüklərdir. Verilən sümüklər içərisində qamış sümüyü uzun borlu sümüklərə aiddir deyəsiniz. Hansı vəzi hazırladığı maddəni orqan boşluğuna ifraz edir? Yumurtalıq orqan boşluğuna deyil, epivizdə orqan boşluğuna deyil, böləkçü vəzdə orqan boşluğuna deyil, tər vəzdə bədən səthinədir, qaraciyər isə bəli, nazik bağırsağın boşluğuna ifraz edir. Ona görə cavab D variantı olacaqdır. Şəkildə verilən insan skeletinin şöbəsi haqqında yanlış fikri müəyyən edin. Hərəkətli birləşməyə malikdir. Bəli, birləşməyə malikdir. Oynağın əmələ gəlməsində iştirak edir. Bəli, iştirak edir. Yarım hərəkətli birləşməyə malik deyil. Burada yarım hərəkətli birləşmə yoxdur. Bu da doğru fikirdir. Quşaq skeleti ilə birləşmə əmələ gətirir. Xeyr, quşaq skeleti heç bir birləşməsi yoxdur. Bu ancaq gövdə skeleti ilə birləşmə əmələ gətirir deyə cavab D variantı götürəcəyik. 21-ci sual. Hansı rəqəmlə göstərilən vəzlər həm xarici, həm də daxili sekresiya vəzi kimi fəaliyyət göstərə bilər? Söhbət qarışıq sekresiya vəzlərindən gedir. 7 və 8 burada qarışıq sekresiya vəzisidir. Yumurtalıqlar və mədə-altı vəzi. Ona görə doğru cavab Y variantı götürəcəm. İnsan orqanizmində olan 3 fərqli molekul simvollarla təsvir olunmuşdur. Sağlam bir insan hüceyrəsində göstərilən prosesdən hansı baş verə bilər? Deməli, zülal erentiyə çevrilə bilməz, səhvdir. Buradan da erenti-erentidən əmələ gələ bilməz, erentidən erenti. Bu da səhvdir. Sonra DNT-dən erenti sintez oluna bilər. Bəli, bu doğru fikirdir. Ondan sonra zülaldan DNT sintez oluna bilməz. Bu da səhv fikirdir. Erentidən də DNT sintez oluna bilməz. Bu da səhv fikirdir. Ona görə doğru cavab elə buradan C variantını 23-də götürəcəyik. 23-cü sual. Kişi orqanizmində sinir toxumasının müəyyən bir hissəsindəki neyronda X cinsiyyət xromosomlarının sayı 20-dir. Zaten kişidə bir dənə X cins xromosom olur bir hüceyrədə. 20 dənə varsa 20 dənə hüceyrə varımdır. 20 hüceyrədə varımsa da peyk hüceyrə sayı 10 dəfə artıqdır. Bu da 200'dür. Ona görə cavab 200 eləyəcəkdir. Aşağıda karbohidrat mübadiləsiz göstərilmişdir. Hansı rəqəmlə göstərilən proses bitki hüceyrəsində baş verə bilər? Bitkidə fotosintez gedə bilər.
Sonra glukoza parçalanıb karbon qazı və su əmələ gələ bilər. Enerjinin ayrılması zamanı ola bilər. Glukoza ehtiyat şəklində nişasta formasında toplana bilər. Və yaxud da lazım olda nişasta glukozaya çevrilə bilər. Ona görə burada deməli 4-ü də 1, 2, 3, 4-ü də ola bilər. 25-ci sual. Hansı tənəffüs sistemi xəstəliklərini bakteriyalar törətməyə bilər? Verən bakteriya tərəfindən törədilir. Grip bakteriya törətmir zaten. Gripi viruslar törədir. Faringit də viruslar tərəfindən törədilə bilər. Angina isə bakteriya xəstəliyidir. 2, 3-ü burada doğru cavab olaraq götürəcəyik ki, cavab 2, 3-dür. İnsanın ürəyinin sol qulaqçıq boşuna bitişik olan iri damarların sayı 4 dənə ağciyər venasıdır. Sağ mərcik boşluğunda bir dənə ağciyər kötüyüdür. Bərabərdir. Aradakı fərq 3-ə bərabər olacaqdır. 27-ci sual. Burundan əvvəlcə açıq sonra tünc selik gəlir. Burada faringitin əlamətdir. Ona görə A-nı yazıram bura. Qırtlaq ətrafının iltihablaşmasıdır. Laringitin əlamətdir. B-ni yazırıq bura. Badamcıqlar üzərində ağ nöqtələr əmələ gəlir. Angina əlamətdir. Burunla qırtlaq arasında hissənin iltihablaşmasıdır. Bu da faringitin əlamətdir. Də yazırıq bura. Ağciyərləri zədələyən həyati təhlükəli xəstəlikdir. Bu da vərəmdir. Heç birinə aid olmayacaqdır. Keçək situasiya sualımıza. Deməli, situasiya sualında deyir ki, xəstəxanada qan analizi verən insanların qanına cədvəldə göstərilir kimi antitellər damcıldıraraq qan qrupları müəyyən edilmişdir. Üstə gəl varsa çökmə var, çıx varsa çökmə baş vermir. Fidanın 14 yaşı var. Anti-A damlattılar, çöktü. Anti-B damlattılar, o da çöktü. Avtomatik olarak bilirik ki, deməli burada Fidanın qan qrupu oldu. Hem A hem de B'ye çöktüsə bu 4-cü qan qrupudur. İkinci Melisa'nın qan qrupuna baxırıq. Melisa'da isə anti-A'ya da çökməyib, anti-B'ye də çökməyib. Deməli, nə A, nə B antigeni var. O zaman Melisa'da olur birinci qan qrupu. Akif'də anti-A'ya çökməyib, anti-B'ye çöküb. Deməli, orada B antigeni var. B antigeni varsa Akif də buradan olacaqdır üçüncü qan qrupu. Cədvəldə göstərən insanların arasında qan mübadilə sxemini qurun. Tamam, Fidan, burada Melisa və burada Akif olaraq götürsək, həm Melisa Fidana qan verə bilir, həm Akif Fidana qan verə bilir. Bir də Melisa birinci qan qrupu olduğuna görə o da Akifə qan verə bilər. Bu şəkildə qura bilərik. Pasiyentlərin hər üçü də eyni ailənin övladları ola bilərmi? Əlbəttə ola bilər. Amma bir şərtlə ola bilər ki, valideynlərdən biri ikinci qan qrupu, digəri isə üçüncü qan qrupu olarsa, o zaman bunların içərisində həm AB, həm AO, həm BO, həm də OO əmələ gələ bilər. Çünki bir şərt var ki, Fidan burada 4-cü qan qrupudur. Akif də burada deməli 3-cü qan qrupudur. Melisa birinci qan qrupudur. Birinci qan qrupu ilə 4-cü qan qruplu övladlar doğulubsa, deməli mütləq valideynlərdən biri 3-cü qan qrupu, heterozigot 3-cü, biri də heterozigot 2-ci qan qruplu olmalıdır. Ona görə cavabımız bəli ola bilər. Əgər valideynlərdən biri heterozigot 2, digəri isə heterozigot 3-cü qan qrupu olarsa olacaqdır. Doğru cavab bu olur burada.